Əhmədov Salaməddin Qadiroğlu. Ağsurayon Calaykən. Salaməddin bəy, Mikail Zeynalov sizi və ailə üzvlərinizi bəzi məsələlərdə yəni ittiham edir, iddialar irəli sürür. Həmin iddialarla bağlı nə deyə bilərsiniz? Mikail Zeynalovun dayısı Maliş Qəmbərovla mənim su üstündə mübahisəm oldu. Mən su suluyurdum, suyumu kəsmişdi. Gəldim, aramızda mübahisə yarandı. Neçənci il olardı təxminən? Bu, hardasa 2020-ci ildə baş verib bu hadisə. Məni götürdü polisə, prokuraturaya, məhkəməyə müraciət elədi ki, güya mən onu vurmuşam. Dövlət orqanları araşdırdı, bunun dediği öz təsdiqini tapmadı. Ondan sonra efirə çıxıb məni başladılar şantaj eləməyə. Güya mən plantasiya əkirəm, rəhmətli anamın ölümündə əlim var, filan var, bəsməkan var. Mən də məcbur olub, dövlət var, dövlət orqanları var, məcbur olub onları məhkəməyə verdim. Məhkəmə bir il icbari iş kəsdi, ona təzminat ödətdirdi. Sonra da həmin efirə, dedikləri efirə çıxıb, dediklərini təksib elədi. Demək, şərəfi, ləyaqəti, namusu, qeyrəti olmayan ünsürə, məxluqa yalancı deyilir. İndi mən izah edəcəyim bu məsələlərlə bağlı. Görək, yalancı bizik, yoxsa o Əhmədovlar və onların himayələri Ahmayel Cəfərov. Mən də məhkəmənin qərarına uyğun olaraq Salaməddin Əhmədovun anasını zəhərləyərək öldürülməsi, bir də narkotik vasitələrin əkini satışı ilə bağlı fikrin həqiqətə uyğun olmadığını bildirərək təksib edirəm. Və sizin öncəki illərdə 2021-ci ildə sizin aranızda mübahisə yaranıb, 2020-də? 2020-də. 2020-də. 2020-dən öncəki illərdə sizlə həmin şəxslər arasında münasibətləriniz necə olub? Yəni söyüq münasibətləri yoxsa yəni normal idi münasibətləriniz? Bizim aramızda çox mehriban münasibət olub. Bir-birimizin xeyrinə, şərinə getmişik, toyda iştirak eləmişik. Mən onun qardaşının toyunda, o mənim oğlumun toyunda. Səmimi mehribançılıq olub. Başqa bir problem bizim aramızda olmuyor. Bəs həmin Mikail Zeynalovun qardaşı neçənci ildə yəni yoxa çıxıb belə deyə, yəni onu mən dəqiq deyə bilmirəm. Hardasa 2000-ci illəri əhatə eləyər o. Elə bir 25 il bundan qabağın hadisəsi. Amma 20 il sizin aranız çox yaxşı Çox olur. mehriban olur. Yəni həmin o su ilə bağlı aranızda yaranan mübahisədən sonra demək olar ki, bizim hansısa elədiklərin təsdiqi tapmadığı üçün, mənə başqa cür təsir eləyə bilmədiyi üçün şantaj xarakterli çıxışlar eləməyə ikinci yolunu tapdılar. Başladılar güya ki, o şəxsin ölümündə mənim əlim. Bəs necə oldu ki, illər sonra sizin aranızda 20 il, yəni dostluq münasibəti olub, mehriban olmuşsunuz və 20 ildən sonra Mikail Zeynalov qardaşının ölümündə sizi və yaxınlarınızı, ailə üzvlərinizi ittiham elədi, günahkar bildi ki, ölümündə birbaşa səbəbkar sizsiz. Mən bundan əvvəl çıxışımda qeyd elədim, mən məcbur olub onu məhkəməyə verdim. Məhkəmə qərarlarından sonra o başladı həmin qardaşının ölümündə məni günahlandırmağa, mənim ailəmi, əzizlərimi günahlandırmağa. Və daha sonra proses nə oldu? Məhkəmələr müraciət elədinizmi? Yəni hüquq mühafizə orqanlarına? Deməli, yenidən mən məcbur olub məhkəmə orqanlarına müraciət elədim. Ağsurayon məhkəməsi dediklərin çıxıb təksib eləməyi haqqında yenidən qərar çıxartdı. Və sizin yenə də məhkəmədə işiniz var hal-hazırda? Bəli. Onun dayısı oğlu Muğbil də həmin mövzuda çıxış elədiyinə görə onu da məhkəməyə vermişəm. Məhkəmə gedir. Abşeron rayon məhkəməsində baxılır, məhkəmə gedir. Aranızda olan problem Mikail Zeynalov və qohumları da, yəni sizlə qarşı düşmənçilik, yəni aranızda belə problem var, yoxsa
Xeyr, xeyr. Əvvəl hələ mən yaxşı çıxışımda onu demədim. Əvvəl bu münaqişədən qabaq Mikailin qızı da, oğlu da mənim qızımın yanına hazırlığa gəlib. Deməli, axşam hazırlığında mənim kürəkənim onun qızı maşına qoyub, müəllim yoldaş olduğuna görə maşına qoyub evinə də aparırdı. Bu düşmənçilik olduğu halda, bu mümkün olmayan halda. Yəni aranızda olan mübahisə, yəni sırf belə deyək, Mikail Zeynalovun şəxsən özü iləndir. Yəni bacısı Yox. və yaxud da ki, digər şəxslərdən çox Heç gözəl vaxt, bunlar. Çox rahat, kətçi kimi, qohum kimi münasibətdəyik. Konkret bir saat, bu dəqiqədə qardaşı, oğlu mənim qızımın yanına hazırlığa gedir. Başçı qızı bacım oğlunun yanına hazırlığa gedir bir saatki müddətdə. Mikail Zeynalovun. Mikail Zeynalovun. Heç bir münasibət. Yəni onların həmin uşaqların valideynlərinlə münasibətlər Çox yaxşı, mehriban münasibətdir. Salam əleykum, kətçi kimi, 50 kimi. Bu ancaq və ancaq 3 nəfərin, Mikailin özünün, dayısının və dayısı oğlunun üçünün mənə qarşı olan qərəzli, şər böhtan xarakterli çıxışlardır.